Əhl-i Beyt kimlərdir? Əhl-i Beyt ifadəsi Quranda 3 dəfə və 3 yerdə istifadə olunmuşdur. Birinci dəfə bu kəlmə Hud 73 ayəsində İbrahimin zövcəsi haqqında, ikinci dəfə Qəsas 12 ayəsində Musanın anası, üçüncü dəfə Əhzab 33 ayəsində isə Peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələri haqqında istifadə olunmuşdur. Biz bu ayələrlə bir neçə nöqtəni təyin etmiş oluruq. Birincisi, Quranda Əhl-i Beyt və əhli sözləri istifadə olunduqda ilk növbədə qadınlar nəzərdə tutulur. İkincisi, Quranda əhlihi, yəni ailəsi sözü deyildikdə, Əraf 83, Hud 45, 81, Taha 10, Qəsas 19 ayələrində olduğu kimi, birinci növbədə Peyğəmbərlərin zövcələri, ailəsi nəzərdə tutulur. Misal olaraq, Uca Allah buyurur, biz onu və ailəsini əhləhu, xilas etdik. Yalnız arvadından başqa, o geridə qalanlardan oldu. Əraf 83. Üçüncüsü, Quranda əhli deyildikdə, ailə, əhli, ardıcılları, yaxınları, ümməti nəzərdə tutulur. Quranda kitab əhli, elm əhli, zikr əhli, cəhənnəm, cənnət əhli, şəhər əhli və s. ifadələr sayından asılı olmayaraq çoxluğu əhatə edir. Başqa sözlə, İslam əhli, Mühəmmədin əhli deyildikdə, ümumi müsəlmanlar nəzərdə tutulur. Xülasə, Əhl-i Beyt, yəni ev əhli deyildikdə, ilk növbədə Peyğəmbərin sallallahu aleyhi və səlləm zövcələri, evində olan ailə mənsubu şəxslər, daha geniş mənada yaxın qohumları nəzərdə tutulur. Əhli kəlməsi deyildikdə isə, ailəsi ilə bərabər səhabələri, ardıcılları, ümməti nəzərdə tutulur. Bütün təfsir alimləri bunu əsərlərində qeyd etmişlər. Dördüncüsü, Əhzab 28 ilə başlayıb 34-cü ayə ilə bitən zövcələrə müraciət, xitab, möminlərin anaları olaraq onların çirkinlikdən uzaq olmalı olduqlarını və Allahın onları bu qüsurlardan təmizləmək istədiyini bildirir. Ona görədir ki, bu ayələrin sonunda məhz zövcələrə xitabən, ey övəhli, Allah sizi hər cür çirkinlikdən təmizləmək istər, buyurulur. Bununla belə ayələrdə küm şəkilçisi gəldiyi üçün qrammatik qaydalara uyğun olaraq birdən artıq insanlar nəzərdə tutulur. Ey Əhl-i Beyt! Allah sizdən kum çirkinliyi yox etmək və sizi kum tərtəmiz etmək istər. Ayəsində şəkilçilərin